Rusiya prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan Azərbaycanlı bloger Hüseyn Həsənov üçün 6 il azadlıqdan məhrum etmə və 155 milyon rubl cərimə cəzası istəyib. Bu barədə Marş Telegram kanalı məlumat yayıb. Məlumata görə təqsirləndirilən şəxs beynəlxalq axtarışda olduğu və xaricdə gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İşin materiallarına görə 2019-2021-ci illər ərzində Hüseyn Həsənov büdcəyə 175 milyon rubl vergi ödəməyib və bu vəsaitin bir hissəsini daşınmaz əmlaka yatıraraq leqallaşdırıb. Borcunu sonradan ödədiyi üçün vergidən yayınma ittihamı üzərindən götürülüb. Hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşadığı ehtimal edilən bloger çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mikhail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rublə yaxın ödəniş edərək borcunu tam bağlayıb. Qeyd edək ki, 1994-cü ildə Sankt-Peterburqda doğulan bloger 2020-ci ildə təşkil etdiyi milyonçunun təfəkkürü onlayn kurslarına görə dələduzluqda ittiham olunaraq qalmaqalla gündəmə gəlmişdi. 20 milyondan çox izləyicisi olan Hüseyn Həsənovun adı daha əvvəldə müxtəlif qalmaqallarda hallanıb. Belə ki, Azərbaycan əsilli bloger bundan öncə 2 dəfə Rusiyada axtarışa verilib.